Azərbaycan Dövlət İqtisad Universitetinin İnformasiya Texnologiyaları ixtisasının 3-cü kurs tələbəsiyəm. Bu ixtisasa 610 balla qəbul olmuşam. Hal-hazırda seçdiyim sahə data analitikadır və bu sahə üzrə inkişaf etmək istəyirəm. Tibb kolleci Mamalıq Fakültəsinin 2-ci kurs tələbəsiyəm. Təhsildə maddi cəhətdən çətinlik çox çətin bir prosesdir. Bu çətinlikdən çıxmaqda bizə yardım edən Şəhla Qarayeva təqaüd proqramına və onların ianəçilərinə, o cümlədən For Azərbaycan təşkilatına öz təşəkkürümü bildirirəm. Onlar dəyər verib bizə kömək oldular. İkinci dəfə qalib olaraq seçilmişəm. Bu proqrama artıq 4-cü kursam və bu proqrama qəbul olduqdan sonra həyatımda bir çox müsbət yönümlü dəyişikliklər baş verdi. Yeni könüllülük proqramlarına qatıldım, özümü inkişaf elətdirməyə başladım. Mən ikinci dəfədir ki, bu təqaüd proqramına layiq görülürəm. Buna görə hər birinizə çox təşəkkürlərimi bildirirəm və bütün qadınlarımıza onu demək istəyirəm ki, ümidinizi itirməyin, həmişə güclü olun. Güclü olun ki, güclü qadın olaraq da yetişə biləsiniz. Mən Şəhla Qarayeva təqaüd proqramına və For Azərbaycan təşkilatının bütün komanda üzvlərinə dərin təşəkkürümü və minnətdarlığımı bildirirəm. Onlar sadəcə təqaüd vermirlər, eyni zamanda qadınlara olan dəyəri, qadınların təhsil həyatında və gələcək fəaliyyətində onlara güc, inam, motivasiya qaynağıdırlar. Qalib təqaüdçü olaraq Şəhla Qarayeva təqaüd proqramına və For Azərbaycan təşkilatına öz minnətdarlığımı bildirirəm. Sizin göstərdiyiniz dəstək sayəsində mən hazırda gələcək həyatım üçün uğurla addımlayıram və inanıram ki, sizin göstərdiyiniz dəstəyi mən gələcək həyatımda başqalarına qaytarmaq fürsəti əldə edəcəm. Proqramın əsas məqsədi gənc qızların təhsil alması ilə bağlıdır. Düşünürəm ki, bu başlıq belə çox böyük, sevindirici bir xəbərdir. Mən də bir çox insan kimi bir sıra məqsəd və hədəflərim var və bu hədəflərə təhsil sayəsində çatacağımı düşünürəm. Lakin mən bununla kifayətlənmək istəmirəm. Gələcəkdə elə bir nöqtəyə çatmaq istəyirəm ki, mən də məndən sonra gələcək gənc qızlarımız üçün bir iz buraxım. Onların təhsilində ianəçilərdən biri ola bilim və mən bacardım, sən də bacararsan deyə biləcək bir nöqtəyə çatmaq istəyirəm. Təqaüd proqramını qazandıqdan sonra məqsədim gənc qızlara, onların təhsillərinə, onların ümumiyyətlə həyatında böyük rol oynamağa dəstək göstərməkdir. Mən də eyni zamanda qızlara təhsillərində dəstək göstərmək istəyirəm və həyatlarında böyük rol oynamaq istəyirəm. Sumqayıt Dövlət Universitetində defektoloq-loqoped ixtisası üzrə təhsil alıram və hal-hazırda Qüsursuz Nitq Terapiya Mərkəzində könüllü olaraq ixtisasım üzrə inkişaf edir, həmçinin işləyirəm. Məqsədlərim təbii ki, ilk növbədə ixtisasım üzrə daha çox məlumat əldə edib, daha çox inkişaf eləməkdir. Həmçinin xaricdə təhsil almaq istəyirəm və bu sahə üzrə mənə dəstək olan Şəhla Qarayeva təqaüd proqramına dərin təşəkkürlərimi bildirmək istəyirəm. İnanıram ki, bu dəstək sayəsində məqsədlərimə və inkişafa daha asan bir şəkildə yiyələnəcəm. Arzularımı artıq reallaşdırmaq çox asan görünürdü. Bu səbəbdən də Şəhla Qarayeva təqaüd proqramına və For Azərbaycan təşkilatına təşəkkürlərimi bildirirəm. Şəhla Qarayeva təhsil proqramını özümə örnək olaraq gələcəkdə mənim kimi ehtiyacı olan qızlara kömək etmək öz planlarım arasında yer alır. Bu proqram bizlərə yalnız maddi dəstəklə məhdudlaşmır. Eyni zamanda proqram bizlərə bir sıra kurs, təlim və mentorluq proqramını da təqdim edir. Bu da öz növbəsində əlavə dəstək, şəxsi inkişaf, kommunikasiya bacarıqlarının inkişafı deməkdir. Bu yolda mənə dəstək olan Şəhla Qarayeva təqaüd proqramına, mentorluq proqramı olan Violet mentorluq proqramına və ianəçilərimizdən For Azərbaycan təşkilatına dərin təşəkkürlərimi bildirirəm. Sadəcə maddi dəstək deyil, həmçinin mentorluq proqramına göstərdiyi dəstək, inkişaf etdirici addımlar atması həqiqətən motivasiya vericidir. Şəhla Qarayev təqaüd proqramı və For Azərbaycan təşkilatından minnətdarlığımı bildirirəm ki, mənə bunu layiq gördülər və mən bu sayədə çox inkişaf elədim.
gənclər üçün, əsasən də gənc qızlarımız üçün bu təhsil şəraitini yaratdığı üçün Şəhla Qarayeva təqaüd proqramına, Violet mentorluq proqramına və For Azərbaycan təşkilatına təşəkkür edirəm. Həmçinin bu təşəbbüsdə əmək keçən hər kəsə dərin təşəkkürlərimi bildirirəm. Bizə bu fürsəti təqdim edən Şəhla Qarayeva ailəsi, komanda demirəm, artıq biz bir ailə olmuşuq. Mentorlarımıza, For Azərbaycana və digər əmək keçən hər kəsə dərin təşəkkürlərimi bildirirəm və mən ümid edirəm ki, bu cür proqramlar sayəsində gənc qızlarımız daha çox təhsil olacaq və təhsil onların həyatında bir işıq olacaq. Şəhla Qarayeva təqaüd proqramının komandasına, For Azərbaycan təşkilatçılığına, eyni zamanda Violeta mentorluq proqramına dərin təşəkkürlərimi bildirirəm. Biz gənclər üçün, əsasən də qızlar üçün bizim həyatımızda böyük rol oynadıqları üçün, bizə təhsildə dəstək olduqları üçün.